Bugünkü hekayəmizin adı etibarnamə ilə maşın satmağın cəzası. Dəfələrlə videomda xəbərdarlıq etmişəm ki, vətəndaşlar etibarnamə ilə avtomobil alıb satmasınlar. Bilmək lazımdır ki, etibarnamə mülkiyyət sənədi deyil, yalnız təmsilçilik, vəkalət sənədidir. Avtomobil alqı-satqısı zamanı, lori dildə desək, mütləq maşını addan ada keçirmək lazımdır. Elə bilirsiniz, təkcə avtomobili etibarnamə ilə alan şəxs təhlükədədir. Xeyr, etibarnamə ilə satan şəxs də bir o qədər risk daşıyır. Necə? Gəlin misal çəkək. Avtomobilin rəsmi mülkiyyətçisi Əli nə vaxtsa etibarnamə ilə maşını Vəliyə satır. Vəli də ərindiyindən gedib öz adına keçirmir və maşını etibarnamə ilə idarə edir. Günlərin birində o da etibarnamə ilə avtomobili Pirvəliyə satır. Burada maşının mülkiyyətçisi yenə də kimdir? Əlbəttə ki, o birinci şəxs Əli. Hələ də onun mülkiyyətində qalıb. Deməli, Əlinin arvadı boşanmaq qərarına gəlir və birgə nikah dövründə alındığı üçün məhkəmədə maşının üzərinə həbs qoyulması ilə bağlı ərizə verir və qadının ərizəsi təmin olunaraq avtomobilin üzərinə həbs qoyulur. Və Pirvəli maşını idarə edərkən polis əməkdaşı Pirvəlini saxlayır və deyir ki, maşın duracağa yerləşdirilməlidir, çünki üzərində həbs var. Baş verənlərdən əsəbləşən Pirvəli Vəlini məhkəməyə verir ki, məni aldatmısan, pulumu qaytar. Və məhkəmə tərəfindən Pirvəlinin iddiası təmin olunur və Vəli Pirvəliyə pulu qaytarmaq məcburiyyətində qalır. Vəli gedir birinci mülkiyyətçi Əlinin yanına, deyir ki, sən məni aldatmısan, avtomobilin üzərində həbs var, mənim pulumu qaytar. Əli də qayıdıb deyir ki, sən mənə pul verməmisən, mən sənə sadəcə maşını idarə etmək üçün etibarnamə vermişəm. Bəs bu halda Vəli neynəməlidir? Əlində pul verməyinə dair hər hansı bir sübut yoxdursa, Vəli sadəcə burada dəsmal çıxardıb ağlamalıdır. Ortada kim qaldı? Vəli. Niyə qaldı? Vaxtında etibarnamə ilə maşın alıb, sonra da yenidən etibarnamə ilə maşını satdığı üçün. Hüquqlarınızı bilin, diqqətiniz üçün təşəkkür edirəm.